Bu axşamki xüsusi qonaq Media FM-in tanınmış aparıcısı Nigar Nuri xanımdır. O illərin təcrübəsi ilə səhnə, mikrofon və auditoriya qarşısında özünə inamın sirlərini bizimlə bölüşəcək. Əminəm ki, bu görüş hər biriniz üçün faydalı və motivasiya edici olacaq. İndi isə sözü böyük məmnuniyyətlə qonağımız Nigar Nuri xanıma verirəm. Buyurun Nigar xanım, söz sizdə. Axşamınız xeyir. Əgər buradasınızsa, nitqinizə, sözünüzə, özünüzə güvənirsiniz və ən əsası gəncsiniz, hiss edirəm artıq enerjiniz də burada. Doğrudan da bu təlimdə yer almaq, ümumiyyətlə bir addım atmaq belə sizin üçün böyük bir cığırlara səbəb ola bilər. Əsas odur ki, heç biriniz yerinizdə dayanmırsınız və artmaq üçün, inkişaf eləmək üçün tələsirsiniz. Mən özüm haqqında məlumat vermək istəyirəm. Daha sonra bir neçə sizə maddələr tövsiyə edəcəm. Özünüzə güvənərək daha səlis, daha gözəl nitqiniz olsun deyə tövsiyələr verəcəm. Amma hər şeydən əvvəl hal-hazırda olduğum yer haqqında sizə danışmaq istəyirəm ki, mən hal-hazırda Yurd FM-in studiyasındayam. Canlı olaraq sizinlə buradan danışıram. Özüm Media FM-in aparıcısı olsam da, Yurd FM-də eyni binada olduğumuza görə istəmişsiniz. Yəni ki, fondan da hər şey fərqli. Daha sonra isə istəyirəm ki, yavaş-yavaş keçək danışığa, nitqə. Mənim diqqətimi təbii adı çəkir, səhnə qorxusu. Qorxu ümumiyyətlə, səsim pis gəlir, dostlar. Aydın gəlir. Səsim pis gəlir, Aydındır. səsim aydındır. Əgər səsim kimdəsə aydın deyilsə, dostlar, zəhmət olmasa, sizin şəbəkənizdən də asılı ola bilər bu ara. Şəbəkəni də kontrol edir, bəzən ona görə. Davam edəyəkmi? Bəli. Bəli, əsas nitqdən mən başlamaq istəyirəm ki, ümumiyyətlə Ramilə xanım da yazıb qırıq-qırıq gəlir. Dostlar, zəhmət olmasa nəzərə alın ki, sizin şəbəkənizdən də asılı ola bilər. Mən istəyirəm ki, hər kəsə səs gəlsin, sonra davam edək. Salam, axşamınız xeyir olsun. Axşamınız xeyir. Məndə yəni setdə problem yoxdur, amma səsiniz çox qırılır, video dayanır. 32 nəfər var burada. Zəhmət olmasa digərləri də Zəhmət olmasa digərləri də fikirlərini bildirsin. Moderator var burada. Zəhmət olmasa siz baxın, kömək edin. Bir çoxsunda vəziyyət dillər eynidir. İstəyirsə mən ayrılım, yenidən sizin aranıza gəlim. Bir yazı problem. Baxaq. Səsim gəlir sizə. Bir daha səslənim. Yenə də qırıq-qırıq gəlirsə, onda biz yenidən daxil olaq. Yaxşıdır. Okay. Onda mən çıxıb yenidən gəlirəm. Gözləyin məni. Səsim gəlir sizə. Bir daha salam. Səsim indi sizə yaxşı gəlirmi? Davam edəyəkmi? Əla, yazıblar əladır. Bəli, gəlir. Super, əlasız. Çox sevindim. Davam edəyək məncə.
Mən bayaq təlimin adından sizə danışdım ki, ümumiyyətlə qorxu sözü mənim diqqətimi çox çəkdi. Çünki qorxuya biz yalnız efirdə yox, qorxuya biz həyatımızın hər anında rastlayırıq. Yeni insanla tanış olanda da qorxuruq. Ümumiyyətlə auditoriya qarşısında da qorxuruq. Şəxsi münasibətlərimizdə qorxuruq. Hər yerdə qorxu var bizdə. Hətta ictimai nəqliyyatda belə qorxuruq. Yəni ki, qorxu kölgə kimidir. Ona görə də biz efirə, biz ümumiyyətlə e, yaxşı selektivlikə yönəlmişiksə, fokusumuz əgər qorxuda olsa, əlbəttə ki, o qorxu da öz üstünə qorxu gətirəcək. Yəni bizim əsas hədəfimiz qarşı tərəfə müəyyən bir şeylər ötürmək olmalıdır. Məlumat ötürmək, informasiya ötürmək. Məsələn, mən hazırda Media FM-də Şam yeməyi əyləncə şousunun aparıcısıyam və mən nitqimdə bilirsiniz nəyə fokuslanıram. Mən insanlara nə qata bilərəm? Mən insanlara nə verə bilərəm? Bu gün mənim missiyamı nə qədər yerinə yetirdim? Biz əsas missiyamıza nəzərə alanda, missiyamıza baxanda görürsüz, mən aparıcı olsam belə mənim benim tikimdə müəyyən problemlər var. Mən bu problemdən qorxmadım. Görürsüz, o qaldı yarıda, gülümsədim, növbəti sözə keçid elədim. Yəni bu canlı sizə təcrübədir, canlı şahid olduğunuz bir an oldu bu. Uzun sözün qısası, qorxu bizim qarşımıza heç vaxt almamalıdır. Çünki istənilən his, istənilən duyğu insanoğlunun öz əlindədir. Mən istəyirəm gedim biraz əvvələ ki, məndə necə gəldi, necə oldu ki, bu qorxunu açdım s. Çünki bilirəm ki, çoxunuz hətta mövzu tələb olanda da auditoriya qarşısında əsmə gəlirdi, adam belə istitər basırdı, hələ də bəlkə də çoxunuz olur, məndə də olur ara bir. Baxır indi hansı auditoriya qarşısında. Bu arada mən bəzən sən deyə müraciət edəcəm, sizi ümumiləşdirəcəm, istəyəcəm. Çünki məqsədim səmimiyyətdir. Öncədən istədim, bu isə bu. Hə, harada qalmışıq auditoriyada, necə gəlmişdim. Mən lap ilk zamanlar prodüser kimi fəaliyyət göstərsəm belə, 5 dəqiqəlik rubrika üçün Media FM-də yayınlanmışam. 5 dəqiqə mən rubrika səsləndirdim. Baxın, 5 dəqiqə mikrofon burada, belə danışdım. Missiyamı gördüm, keçdim prodüser otağına, daha sonra o işimi davam etdim. Sadəcə bu rubrika. O 5 dəqiqə, inanırsınız, mən ürək dərmanı qəbul edirdim, karvalol dərmanı, ondan sonra efirə çıxırdım. Bunu içəridə deməmişəm, indi vurğulamaq istəyirəm ki, sizə mən o qorxumu izah edeyim, nə dərəcədə çəkirdim. Çünki mənim üçün oxuduğum, danışdığım yox, mənim hansı tembrda davam edəcəyim vacib idi, nə davam edəcəyim vacib idi. Mən harda çaşacam vacib idi. Sanki hər şey qıra qoymuşam, Nigar yox. Nigar harda səhv edəcək, Nigar harda çaşacaq. Və insanın fokusu da harda çaşacağında olanda, inanın ki, o özü ilə müəyyən səhvlər gətirir. Həyatınızda belə, münasibətlərinizdə belə, harda çaşacam, harda səhv edəcəm, harda filan kəsdən ayrılacam deyə baxsaz məsələyə, əlbəttə ki, sanki onu siz özünüzə çəkirsiniz. Əslində mən istəmirəm nitq məsələsindən kənara çıxaq. Amma əmin olun ki, nitq danışıqda necəsinizsə, həyat tərzinizdə də eləsinizdir. Yəni, nitqində özgüvənli olan insan, danışığında özgüvənli, işində özgüvənli olan insan həyatında da, seçimlərində də özgüvənli olur. Çünki bunlar naxış kimidir, bunlar tikiş tikmək kimidir. Görürsünüz, bir dənə tikiş töküləndə o özü ilə böyük bir naxış pozulu gətirir. Yəni, öz həyatınız, düşüncələriniz, fəlsəfəniz, həyatdakı amalınız sabit olanda, nitqiniz də sabit olur, danışığınız da sabit olur. Özünüzlə barışıq olursunuz. Mən bir şeyə toxunmaq istəyirəm ki, əksər insanlar, mən məsələn, radio aparıcısıyam deyə radiodan yola çıxaraq bunu vurğulayıb sizə çəkəcəm. Əksər insanlar deyir ki, mən radiodayam, mənim üçün görünmür, amma mən görünüşümü kompleks edirəm deyə, auditoriya qarşısında radioda kimi danışa bilmirəm. Xeyr, mənə görə o qeyri-peşəkardır, amma mənə görə. Çünki insan danışırsa, məsələn, mən sizə görüntülü danışıram da, bu məndə hər hansı bir narahatlıq yaratmır. Çünki mənim hazırda fikrim sizə nəsə ötürmək, nəsə danışmaqdır. Düşünürəm ki, bu qədəri sizə aydın oldu. Ümumiyyətlə, qorxu hardan gəldi, necə yarandı, bunu necə aşmaq lazımdır. Bu girişmək çox ideal oldu. Sizə növbəti olaraq isə mən sizə istəyirəm ki, səsdən danışmayacağız. Çünki səs danışığınızın 80%-dir. Bu sizin tələbə fəaliyyətinizdə də tələbə olaraq da həyatınızda da səs böyük bir rol oynayır. Səs də əlbəttə ki, mən var. Hazırda bəlkə aranızda da
istəyirəm. Ona görə ona fokuslamaq istəyirəm. Nəfəs almağınız, dik oturuşunuz, ümumiyyətlə onurğa sütunu dayanmaqda sizin səsinizlə ötürəcəyiniz məlumata təsir edir. Səsim yenə qırılır mənim. Bəli, arada qırılır. Davam eləyəyimi, yoxsa girib çıxaq? Davam edə bilərsiniz. İndi yaxşıdır. Əla ilahə xanım. Yəni ki, səsdən danışmaq istəyirəm ki, sizə. Deyəsən bizim mikrofon problemimiz var. İstəyirsinizsə mən mikrofon olaraq belə bir əlavə vasitəyə müraciət edeyim ki, sizlə daha yaxşı danışaq. Çünki çox vacib məsələyə toxunaq. Amma bir nəfər yazdı ki, yaxşıdır. Yenə qırılsa keçərik buna. Aha, səsdən danışırdım. Doğru əyləşmək, doğru yerimək, doğru nəfəs almaq. Baxın, nəfəs çox vacibdir. Bu arada səsimi biraz yüksəyə qaldırdım ki, mənə daha yaxşı eşidəsiniz. Bayaqdan sakit səs tembrində idim deyə. Bəlkə də səsim ona görə sizə yaxşı gəlmirdi. Baxın, hazırda mən dik əyləşmişəm. Çiyinlər, bədən. Mən demirəm idealam. Məndə də əlbəttə ki olur. Hətta bəlkə də məndə daha çox olur. Sadəcə artıq doğru, qorxusuz, yaxşı nitqə insan yönələndə insanın həyat tərzi belə dəyişir. Baxın, qidalanma belə böyük bir rol oynayır. Biz bəzən bilmirik, qazlı içkiləri çox qəbul edirik. Bəli, mən də qəbul edirəm. Amma müəyyən limitlər təyin eləmişəm ki, mən bu qədər qazlı içki içə bilərəm, mən bu qədər yeməyimdə kənara çıxa bilərəm. Çünki hər birimiz yeməyimizə belə, oturuşumuza belə, düzgün nəfəs almağımıza belə diqqət eləməsək, səsimizə təsir eləyə bilər. Səsimizdəki qərarlılığa, özgüvənə təsir eləyə bilər. Ona görə də doğru səs, doğru özgüvən, qərarlı özgüvən gətirir insana. Belə bir şeylər var ki, mən əksərən təəssüf ki, buna çox rast gəlirəm ki, gənclərimizdə təəssüf ki, bu çoxdur. Çox savadlı uşaqdır, çox savadlıdır, 600-700 bal yığıb, siz də bəlkə də şahid olmuşsunuz ki, amma müsahibə alırlar, çox belə özgüvənsiz formada danışır. Bilirsiniz niyə? Çünki özümüzü ifadə eləməkdən qorxumuz var. Bu qorxu da hardan irəli gəlir? Söz bazasının az olmasından. Mən isə klassik orta nəsil aparıcıların, bu arada onlar da doğru deyir, mən onları yalanlamıram, çox doğru vurgulayır. Вот именно. Вот именно. Ты помнишь, как мы начинали? А? Ты помнишь, когда ты была девочкой на побегушках? Zəhmət olmasa, hə. Elə bildim nəsə, orta nəsil dedim, belə səs gəldi oradan, dedim kimsə mənə hücum eləyir ki, fikrimi yalanlama. Əsasən orta nəsil bilirlər ki, bəs kitab çox oxumaq lazımdır. Bəli, kitab oxumalıyıq, amma nə oxuyuruq? Söz bazamıza təsir edirmi? Məsələn, elə eşq romanı var ki, deyirlər ki, bunu oxuma, bu sənə ədəbiyyatına, danışığına, söz bazana nəsə qatmayacaq, yox onu qoy kənara. İnanın ki, nə oxuduğumuz önəmlidir. Nəydən bəsləndiyimiz, yəni nitqimizi nə ilə bəslədiyimiz önəmlidir. Çünki həqiqətən də, məsələn, mən hal-hazırda təlimlər alıram, ASTV-yə gedirəm, orada müəyyən təlimlər var. Orada təlimlərdə yönləndirirlər ki, mənim daha çox kitabdan çox, daha aydın nitq üçün xəbərlər oxuyun, xəbərlər, gündəmə nəzər salın. Onsuz da xəbərlərə, gündəmə nəzər salmaq həm sizi gündəmdən xəbərdar edəcək, burada mənfi bir şey də yoxdur. Həm də daha aydın sanki ədəbiyyata üz tutmuş olacaqsınız. Hazırda təəssüf ki, bəzi bədii kitablar var ki, siz onları yönəlirsiniz. Onlar tərcümə olduğu üçün sizin söz bazanıza belə deyək, ziyan verir. Çünki orada bəzi sözlər var ki, siz onları gündəlik istifadə eləsəz, səsiniz də yaxşı olsa, bədən diliniz də yaxşı olsa, ağzınızdan çıxan ki, söz o yerində deyil, o ona görə də bütün danışıq karizmanızı aşağı yerlə yeksan edə bilər. Ona görə də demirəm hər birimiz ideal olmalıyıq, amma müəyyən qədər o qızıl ortaya çatmaq üçün, özümüzü ifadə eləmək üçün müəyyən qədər ən azından gündəlik xəbərlərə nəzər salıb danışığımızı, cümlələrimizi zənginləşdirməliyik ki, daha özgüvənli formada auditoriya qarşısına çıxışımızı eləyə bilək. Əslində daha aydın və daha özgüvənli nitq üçün çox məsələlər var. Mən sizə əsaslarını topluyacağam, çünki vaxtımız bir saatdır məhduddur. Bundan əlavə, bədən dili önəmlidir. Bayaq mən cümləmdə bədən dili dedim. Sinir necə rahatdır elə yanmaq vacibdir. Hazırda elə dövrdəyik ki, hər kəs bədən dilinə toxunur, çiyinləri belə tutur, qarından nəfəs alır. Hamısı düzdür, hamısı doğrudur.
onların tərəfdarıyam. Amma sizə nə rahatdır? Bu bilirsiniz nəyə oxşayır? Tutalım dəbdə qırmızı çanta var. Hər kəs qırmızı çantadan istifadə edir. Amma qırmızı rəngində siz də istəyirsiniz ki, dəbə ayaq uydurasınız. Amma qırmızı rəng sizin ən sevmədiyiniz rəngdir. Hətta qırmızı rəng sizə yaraşmır. Amma bu dəbdir deyə onu əldə edirsiniz və siz bütün gün qırmızı çanta ilə gəzirsiniz. Hər yerə gedirsiniz. Və ortaya bilirsiniz nə çıxır? Dəbə görə uyğunlaşmağa çalışırsınız. Dəbə görə uyğunlaşanda artıq özünüzü yetərincə yaxşı ifadə eləmirsiniz. Siz sanki kütlə psixologiyası ilə irəliləyirsiniz. Mən bunu niyə dedim? Çünki siz də o videolara baxanda, məsələn, mən belə deyəm, onları siz təkrarlayanda özünüz olmursunuz. Özünüz olmamaq isə bizə aydın nitq verməyəcək. Özünüz olmamaq, özünüzü yaxşı ifadə eləməmək artıq başqası kimi davranmağa sizi məcbur edəcək. Mən yenə də öz radio fəaliyyətimdən yola çıxaraq sizə onu demək istəyirəm ki, mən əyləncə şousuna hazırda fəaliyyət göstərirəm. Media FM-də şahidiyəm. Bizdə məsələn belə bir mən təzə efirdə aparıcı kimi iştirak edirəm. Belə bir məsələ var ki, hansı obrazda olmaq istəyirsən? Mən düşündüm ki, yəni obraz ola bilər. Yəni hər birimiz onsuz da efirə, sosial şəbəkədə özümüz kimi tanıyırıq. Amma hər hansı bir obrazda olmaq məni özümdən ayıracaq və məni də özümdən ayıranda mən səmimi olmayacaq. Mən düşündüm ki, mənim təbiətimə, mənim özümə nə yaxındırsa, mən elə davranım, onsuz da mən özüm də bir obrazam. Yəni bu tək efirdə yox, tək bizim auditoriya qarşısında çıxışımıza yox, həm də şəxsi münasibətlərimizə də təsir edən bir şeydir ki, özümüz olmaq. Özümüz olanda səhnə qorxusunun ümumiyyətlə qorxu sözü həyatımızda heç yox olmayacaq. Çünki bu sənsən, bu özünsən, bu sənin öz təbiətin. Hər hansı bir əlavə eləmirsən. Baxın, bir necədir? İnsan yalan danışanda məsələn çalışır ki, o yalana uyğunlaşsın, həyatını o yalan üzərində qoysun ki, o doğru özündən çıxmasın. Başlayırıq saxta məsələləri ortaya qoymağa ki, mən bu yalanı danışdım, onu belə ardını gətirim. Onun ardını gətirdikcə məsələn artıq o doğrudan uzaqlaşır. Sizin də hər hansı auditoriya qarşısında obraza girməyiniz sizi doğru özünüzdən, mənimizdən ayıracaq. Üzürlü sayın, səs çox, ego, kimi qarşı gəlir. Elədirmi dostlar? Deyəsən bir çoxunda elədir. Mən bu arada mikrofon filan əlavə eləmədim. Səsimiz niyə belədir bizim bugün? Aha, yazıblar ki, mən də aydın yazdım. Əla, davam edirəm o zaman. Bu arada siz suallarınızı yazın, mən belə danışıram. Mən istəyirəm ki, sizlə müəyyən bir bağ da yaradım. 37 nəfərsiz maşallah. Hər birinizi çox istəyərdim, realda görüm, tanış olum. Çünki buradasınızsa nitqinizə yönəlmisiniz, özünüzə yönəlmisiniz, özünüz üçün addım atırsınız. Bu qədər gözəl bir şeydir ki, hazırda təəssüf ki, bir çox gənc özü üçün bir şey eləmir. Nə mənada? Söhbət yeni geyim almaq və ya sosial şəbəkə hesabını böyütmək məqsədlərinə getir. Özümüzə bir şey qatmaq. Mən artdım, mən bir şey elədim, mən yeni bir şey öyrəndim. Mən əstəğfurullah, burada sizə bir dərs verməm. Amma müəyyən bir gerçək təcrübədən yola çıxaraq sizə bəzi tövsiyələr edirəm. Bir də bilirsiniz nə var? Qorxudan əlavə biz çəkinirik. Biz çəkinirik ki, mən məsələn, baxın burada xanım yazdı ki, biz fikrimizi deyirik. Biz çəkinirik fikrimizi deməkdə. Biz çəkinəndə, baxın çəkinmək, mənə görə çəkinmək sinonimi qorxudur. Çəkinirik, qorxuruq, mən gülərəm, auditoriya qarşısında danışanda, nitqimdə ara verəndə, birdən sözü səhv deyərəm, hərflər ağzından yaxşı çıxmaz, qoy ev yoxsun, filan kəs danışsın, təki mənə gülməsinlər, mənə səhv tapmasınlar. Hamımız gəncik, gənc olmaq, səhvlər eləmək deməkdir, böyük olmamaq şərti ilə, şuurlu səhvdən söhbət getməkdir. Gənc olmaq, addım atmaq deməkdir. Sizin maşallah, mən daxil, addım atmaq zamanınızdır. Baxın, xanım orada fikrini yazdı ki, adi elementar bir şeydən yola çıxmaq istəyir. Xanım yazdı ki, səs xırıltılı gəlir. Yazdı. Yəni, bunu dedi. Orada bir xanım, məsələn, deməkdən çəkilir. Məsəl üçün deyirəm amma bunu. Çox istəyirəm ki, bizə belə yaxın olan səmimilərdən yola çıxın. Yəni, nə qədər səmimi olsaz, bəli, sosial fobiyadır. Və buna da toxunmaq istəyirəm ki, bu dövrdə hər şey biz bir termin veririk. Artıq dəbdə, məsələn, telefon götürürlər. Mən bugün sosial fobiyadan danışıram. Əgər səndə də varsa bu 5 dənə fakt, insanlıq biz. Mənim də sosial fobiyam var ona qalsa, müəyyən məsələlərdə bəlkə də.
Baxmayın burada belə danışıram, çünki işim budur. Və insanı qəbul elə ki insansan, amma bunu dəyişə bilərsən və yaşını da nəzərə al ki, sosial fobiyam var, düzəldə bilərəm, məndən asılıdır. Məsələn, bir gün marketə girdin, satıcıya salam ver, denən necəsiz? Avtobusa mindin, sürücüyə deyirəm ki, işiniz zamanlı olsun. Düzdür, ilk adama qəribə baxacaqlar. Bu arada bu dediklərimi mən eləməmişəm, tətbiq eləməmişəm. Çünki mən belə sosial məsələ ilə bağlı problem olmayıb. Orada gözəl bir mesaj var idi, təəssüf ki, getdi, oxuya bilmədim. Bu arada mesajlarınız tez gedir. Mənə qısa və konkret suallarınızı yazın, onlardan yola çıxıb. Sonra isə sosial fobiyana baxmışıq, təəssüf ki. Yəni ki, biz sığınırıq çərçivəyə, komfort zonamızdan çıxmaq istəmirik. Komfort zonadan çıxmasan, bil ki, qalacaqsan o çərçivənin içində. Səhnədə səhnə olmayacaq, o səhnədən səhnə hakimiyyətlə. İstəyirəm o ada toxunum danışım, çünki çox xoşuma gəlir. Hakimiyyət də səhnə olmayacaq, ümumiyyətlə bir çox məsələdə itirəcəksən və 30-35-də daha çox belə açılacaqsan, bunu dildə desək, 30-35-də daha belə insanlar səni tanıyacaq. Niyə? Gör də gözəl dövrdə, gör texnologiyanın inkişaf edən zamandasan, insanların daha çox maarifləndiyi, belə təlimlərin olduğu zamandasan. Yəni, belə bir zamanda sənin hələ də sosial fobiya deyib öz çərçivədən kənara çıxmamağı biraz sənin və ya sən yenə də mən belə olsam mənim edim. Çünki maariflənmə lazımdır. Çünki sən maariflənmirsən, rəqabət var. Üzr istəyirəm. Gənclər arasında hazırda ağır rəqabət var. Hərəcətə səsi batır, günlərlə hazırlaşdığı. Bəli. Səs batmağı onunla bağlıdır ki, sən danışmaq istəyirsən, amma danışdığına bələd deyilsən. Hər bir halda səs batması bizdə ona əlaqəli sağlamlıq problemləri bağlı olur. Amma mən öz təcrübəmdən yola çıxaraq onu deyə bilərəm ki, səsim batırsa, özgüvənsizlikdən də biraz irəli gəlir. Çünki mənim həyatımda bir neçə dəfə olub bu, özüm də təcrübələmişəm. Mənim keçən bu zamanlar televiziyada çalışmaq fürsətim, fəaliyyətim olmuşdu. İnanırsınız, mən şokdaydım ki, mənim səsim niyə batır? 21 ildə ilk dəfə mənim səsim batırdı. Bu, onunla bağlı idi ki, bədən onu qəbul eləmək istəmir, bədən ondan çəkinir, bədən özünü ifadə eləməkdən. Çünki qınamıram, hər birimiz çox rutin yaşayırıq hazırda təəssüf ki. Bir gəncimiz yazıb ki, Elvira, mən gah çox sosial oluram, söhbət edirəm, tanımadığım insan olsa belə, bəzən də asosial oluram, tanımadığım insanlar suallara belə cavab vermək istəmirəm. Ərinirəm, çəkinirəm də məsələdir, bilmirəm. Çünki bu problem deyil əslində, bu da insanlıq halıdır. Hər söhbət, hər insan bizim ruhumuza xitab edir. Danışmaq biraz da ruh işidir. Nitq biraz da ruh işidir. Mən bu yaxınlarda bir məsələni araşdırıram, öz miqyasında da, elmi araşdırma kimi olmasa da. Səsimiz bizim ruhumuzdan irəli gəlir. Məsələn, biraz içə qapanıq insan nəzər salıb, onun səsi nitqi tutulur, qalib gəlir, gözəl faktı, indi orada toxunacaq. Biraz siz içinə qapanıq gənclərə, insanlara fikir verin, baxın belə danışın. Belə. Ağız tam açılmır. Yəni, danışanda, baxın, mən bayaqdan əllə danışıram, qolla danışıram, ağzımı tam açıb danışıram. Çünki özümü sizə tam ifadə eləmək istəyirəm. Bu səs batmasıdır, daha sakit tonda danışmaqdır. Bu, onsuz da siz yaxşı danışsanız belə, qarşı tərəfi sizdən uzaqlaşdıracaq və siz uzaqlaşacaqsınız. Çünki düşünəcəksiniz ki, sizi anlamır. Amma fikrini açıq ifadə edən insanı inanın ki, hər kəs anlamır. Hər kəs. Baxın, mən yenə deyirəm, əyləncə şousundayam. Axşam efirdən 6-dan 8-ə qədər. Daha çox taksi sürücüləri, iş adamları, tıxacılıq olan insanlar bizə qoşulur. Elə bəylər, xüsusən bəylər də var. Bu, elə bəylər qoşulur ki, bizim canlı efirə. Səs tonlarına baxıram ki, salama belə qorxaraq verirlər. Halbuki bilirlər ki, canlı efirə qoşulurlar, əyləncə şousundaylar. Məsələn, bu insan hədiyyə qazana bilər, potensial. İnsan o qədər salama belə qorxa-qorxa verir. Bu, yenə deyirəm, ondan irəli gəlir ki, biz kənara çıxmaq istəmirik. Biz özümüzü ifadə eləmək istəmirik. Biz sanki çəkilirik ki, yox sən Allah, mən bu qədər danışmayayım, bu qədər sosial olmayayım. Qorxu, hamısı qorxu və qorxu da spesifikdir. Qorxu ilə bağlı mən sizə
çox qısa yol tövsiyə edə bilərəm, çox yönləndirmə verə bilərəm. Amma o qorxunun hardan irəli gəldiyini siz məndən də yaxşı bilirsiniz. Məsələn, adam var ki, daha çox danışmaqla bağlı, belə deyək, ailəsi ona deyir ki, həyatının hər şeyini çox rəfiqələrlə, qruplaşlarla bölüşmə, məsələn, başına filan şey gələr. Tutalım, kimsə gəlib birinə deyib ki, sənin danışıqlı qüsur var. Bilirsiniz, bu kodlamalar qorxu gətirir və gələn qorxu da bizi daha çox asosial insan edir. Daha çox öz hekayəmizi az paylaşmaq istəyirik. Daha çox belə içə qapanıq oluruq. Mən də, yəni, əlbəttə içə qapanıq biri olmuşam. Arada məndə də olur. İstəyirəm ki, bir gün 24 saat danışmayım, hətta o dərəcə. Çünki biz insanıq. Amma baxın, mən bu qədər şeyə rəğmən bunları kənara qoymuşam və hazırda sizin qarşınızda Nigar Nuri aparıcı kimi danışıram. Çünki bunu qəlbən istəmişəm, bunu ürəkdən istəmişəm. İstəyirəm ki, biraz mövzumuzdan kənara çıxmayaq, amma fürsət düşmüşkən 41 nəfər burada varkən səsimi sizə də çatdırmaq istəyirəm ki, biz istəsək, bacarmayacağımız heç nə yoxdur. Qorxumuzun üstəsindən gələ bilərik. Səsimizlə, inanın ki, çatmaq istədiyimiz yerlərə çata bilərik. Bircə, yəni sözlə, səslə, danışıqla, inanın ki, gülüşlə, baxışla da çox şeyim olur, amma danışıqla mən adam tanıyıram ki, məsələn, biznes sahəsində işləyib, təcrübəsi az olub, amma elə bir səs tonda danışıb ki, geyimi belə sadə olub, yəni rəsmi də geyinib ki, deyim, sahibkardan diqqət çəkib. Xeyr, səs tonu danışıq. Çünki özünə inanıb, evdən çıxanda qapını bağlayana deyib ki, mən o işi alıb gələcəm. Mən məqsədim budur. Mən qorxum olmayacaq. Halbuki bu insan, yəni yenə deyirəm, yəni işi qazanmamalı insandır. Düzdür, daha sonra toparlayıb, işi də istəsindən gəlib, çünki özünə inanıb. Qorxmamaq biraz da özgüvənlə bağlıdır. Özünə inanmaq biraz da özgüvənlə bağlıdır. Əgər siz hal-hazırda o deyirsə, bəzi gənclər deyir ki, mən asosiyalam, danışa bilmirəm. Nədən qorxursunuz? Hansı kompleksin açılmasından qorxursunuz? Məsələn, bunun da üstünə gedər. Bəziləriniz düşünə bilər ki, mən yetərincə olur. Məsələn, mən belə düşünürəm bəzən ki, mən filan məsələdə yetərincə savadlı deyiləm. Tutalım, mən maliyyə məsələsində yetərincə savadlı deyiləm. Efirdə bu dəqiqə savad maliyyə məsələsi qoysunlar. Mən mikrofon qarşısına bəlkə belə susaram. Sizcə, susmaram, danışaram, işim budur. Amma hər hansı bir mövzu haqqında qorxunuz varsa, yox, mən bunu yaxşı, aydın danışmaram. O varsa, onun üstünə düşün. O üzrə də öyrənin. Yenə deyirəm, o qədər gözəl bir dövrdəyik ki, süni intellektlər oyan buyan gedir. Hər yerdə kitablar, hər yerdə mənbələr. Kitab hətta qalıb ikinci planda, artıq bir toxunuşlu istənilən məsələ haqqında məlumatlı ola bilərsiniz. Yəni, yaxşı danışan gələcəyi var. Yaxşı nitqi olanın gələcəyi var. Yaxşı ifadə eləyə bilmək qabiliyyəti. Məsələn, bilmədiyini ifadə eləmək də hal-hazırda müdriklikdir. Çünki bizim gənclərin təəssüf ki, əksər gənclərin günü scrollinglə keçir, sosial şəbəkə, qısa videolar, reels videolar. Mən də sizlənəm, mən də sizə daxiləm burada. Nümunəvi gənc kimi görünmək istəmirəm, amma müəyyən sərhədlərimiz olmalıdır. Məsələn, daha çox sosial şəbəkədə zaman keçirəndə yadına sal ki, sən biraz daha real həyatdan uzaqlaşırsan. Real həyatdan uzaqlaşmaq sənə əlbəttə ki, qorxu da gətirər, özünə qapanmaq da gətirər, mənfi səs tonu da gətirər və s. və s. Bayaqdan danışıram, sizə vurguladım. Suallarınız varsa verin. Yenə də xatırlatmaq istəyirəm. Sualınız varsa verin. Düşünürəm ki, sosiallıq məsələsində yetərincə getdik. Mən öz miqyasımda, əgər başqa fikriniz varsa, yazın, müzakirə edək, danışaq. Suallarınız çünki çox vacibdir. Mən bu saatda 21:33-də sizə görə buradayam. Sizə görə bu radiodayam, studiyadayam. Çünki istədim ki, birbaşa studiyadan sizinlə danışım. Çünki işin mətbəxindən danışmaq düşünürəm ki, gənclərə daha çox maarifləndirəm, daha çox danışmaq. Belə. Başqa nə qaldı? Yaxşı ton və özünüzü yaxşı ifadə etməksə nə edə bilər? Özümüzü yaxşı ifadə edə bilməmək kimi imkanımız olmalıdır. Bunu yazan gənc, zəhmət olmasa yaşınızı əgər istəyirsinizsə, əgər çox insan yaşını demək istəyirsə, demək istəyirsinizsə yaşınızı deyil. Mən məsələn özümü deyim.
Tamam, mən deyirəm ki, mən özümü yaxşı ifadə edə bilmirəm, yaxşı formalaşdır. Axı mən 22 bu bədəndəyəm. 22 mən bu əldəyəm, bu ayaqdayam, bu beyindəyəm, bu bədəndəyəm. Mən axı özümü kəşf eləmişəm, düzdür. Elə insan var ki, 40 yaşında özünü kəşf edən. Bu əslində biraz yaşla da bağlı, elə insana görə dəyişir. Amma özünüzü tanımaq üçün özünüzə zaman verin. Nə mənada? Mənim marağım nəyə var? Mən özümü niyə ifadə edə bilmirəm? Ümumiyyətlə, mən nədən qaçıram? Məni arxaya çəkən nədir? Hamımız arxaya çəkən müəyyən məsələlər var. Kimimiz görünüşümüzü kompleks edirik, özümüzü arxaya çəkirik. Kimimiz səsimizi kompleks edirik, özümüzü arxaya çəkirik. Kimimiz nə bilim deyirik ki, mən bədən proporsiyamdan utanıram, özümüzü arxaya çəkirik. Hamısı özümüzü ifadə eləməyə ziyan verir. Bəlkə də mən haqda elə bir sual verərsiniz ki, mən də özümü o sahədə ifadə edə bilmirəm. Çünki biz qapalı qutu kimiyik. Bu da gənc olmaq, 20 yaşlarda olmaq deməkdir ki, ifadə edə bilməmək kimi problemlərimiz olur. Çox qəribə xasiyyətim var, problem nədir bilmirəm, yolumu da bilirəm, ya tətbiq edirəm, ya edə bilmirəm. Aha, Elnur bəy yazıb ki, qəribə xasiyyət var. Baxın, xasiyyət də bəzən bizi geri çəkir. Amma o qəribəni sənə kim öyrədir? Belə bir şey də var. Qəribə xasiyyətə malik olmaq bizim qorxu səbəbimiz olmalıdır. Bizim özümüzü ifadə edə bilməmək səbəbimiz olmamalıdır. Bizim auditoriya qarşısına çıxmamaq kimi səbəbimiz olmamalıdır. Yaradan hamımızı möhtəşəm yaradır. Mən əminəm ki, siz hər biriniz potensialsınız. Tam səmiyyətinə görə qızıl kimi insanlarsınız. Amma bir qığılcım lazımdır. O qığılcımda özünə inanmaq olmalıdır. Mənim özümə də qəribə deyirlər, hamımıza nəsə deyirlər, amma əsas sən özünə nə deyirsən? Sən özünü necə qiymətləndirirsən? Sən icazə vermə ki, sənin ətrafındakı insanların sənə baxışı səni formalaşdırsın. Məsələn, gəlib mənə bəlkə də desəklər ki, sənin səsin pisdir, sən R hərfini yaxşı ifadə tələffüz edə bilmirsən, məni buna inandırsaydılar, mən bəlkə bugün burada olmazdım və o deyilənə inanardım, aldanardım, bu belə də gedərdi. Amma bəlkə də deyiblər, xatırlamıram, bəlkə deməyiblər. Amma mən baş qoşmamışam, mən demişəm ki, mən buyam, mən bu xəttim bu üzrədir, mən danışacağam, radioda işləyəcəm və s. o mənada. Yəni ki, sizə öyrədilənlərdən çox uşaqsınız. Sizə aşılanan hansı fikir var? Məsələn, qəribə xasiyyət, nəyi nəzərdə tutursınuz? Buna yazsaz bəlkə də məsələ uzalacaq, amma özünüzə düşünün, o sualın cavabı sizdə var. Qəribə sizdə nə edirlər? Bəlkə də sizə möhtəşəm səsə sahib insansınız. Bəlkə də möhtəşəm, necə deyim, zövqə sahib insansınız. Bəzən kütlə ilə biz bir addımlamayanda, kütlə psixologiyası deyə bir şey var, bayağı da vurguladım onu. Kütlə ilə biz bir addımlamayanda bizə qəribə deyəcəklər. Bizə fərqli deyəcəklər. Yəni, bizi bilirsiniz necə müzakirə edəcəklər. Amma yəni mən belə düşünürəm ki, qəribə xasiyyət bizim üçün geri atmaqla səbəb olmalıdır. Yəni, bir çox sahədə çalışa bilərsiniz. Məsələn, mən özümdən yola çıxıram ki, mənim ilk işim tort mağazasında olub. Aha, bacaraq. Çox olacaq gözəl. Mənim ilk işim tort mağazasında olub. Daha sonra satacaq. Memarlıq üzərindən təhsil almışam, o sahədə çalışmağa çalışmışam. Yəni, çox peşədə özümü sınamışam. Teleradio bu arada yazsaz Instagramda asterisklər. Teleradio akademisi bu arada. Harada qalmışdım? Hə, çalışmaqdan. Məsələn, mən özümü çox sayədə sınamışam. Mənə də qəribə baxırlar. Mənə də deyirlər. Məsələn, mənə ən çox deyilən sözü olur ki, sən özünü hələ tapmırsan. Sən özünü tapmırsan. Günü bugün edirlər, sən özünü tapmırsan. Niyə? Tapmışam, yəni mən bu xoşbəxtliyini yaşayıram. Nə var ki, çox peşəni sınayıram. Radiodayam, başqa peşələri də sınayıram hazır. Demirəm, işdən çıxıram. Başqa yerlərə, başqa səyahətlər edirəm. Başqa fərqli ölkələrə gedirəm. Şərt deyil sizə səyahət edəsiniz. Şərt deyil sizə fərqli işlər. Vaxtınız yoxdur əgər. Bu bir əsas olmamalıdır. O mən da deyirəm ki, fərqliliklər eyni. Bəzən özümüzü ifadə eləmək üçün fərqliliyə addım atıb tapmalıyıq o məni. O mən hər yerdə gizlidir. O mən məsələn burada gizlidir. Telefonumuzda gizlidir. Ailə ilə olan münasibətlərimizdə gizlidir.
Məni tapmaq əsasdır. ASTV-də getdiniz bəlkə sualı cavabladım. Teleradio Akademiyası bir daha təkrarlayıram. Instagramda paralar və bir Aydındır, mən rus bölməsiyəm. C, Ç hərflərini yaxşı tələffüz edə bilərəm, nə edə bilərəm? Bu çox spesifik məsələdir. Hərf tələffüz edə bilməmək. Bunu daha çox nitq ekspertləri bizə istəyirəm bu arada. Nitq üzrə ekspertlər bunu cavablaya bilər. Mən burada spiker olaraq Media FM-in aparıcısı kimi sizinləyəm. Daha çox tövsiyələrdən istifadə edə biləcək. Amma gözəl təlimçilər var. Onlardan yararlanaraq C, Ç, yəni düzəltmə məsələdir. O mifdir ki, C, Ç varsa düzəlir. Səbinə xanım yazır ki, məncə məndəki özgüvənsizlikdəndir. Sırf ciddi topluluqda danışa bilmirəm. Mən tanımadığım bir müəllim kollektivini məndən qat-qat savadlı. Amma hegemonluq. Yəni, səhvlərdə danışmaq olur. Yox, açıqmaq, bozarır. Yox. Siz düşünürsünüz ki, məni kim istəyir? Mənə qarşıda nə qədər insanlar istəyir? Məsələn, mən burada danışıram. O 41 nəfər edir. 5 nəfər çıxdı, 5 nəfər gəlir. O rəqəm gözünü qabatır. Məsələn, mən danışa ağlıma gətirsəydim ki, ayda orada kimsə çıxdı. Mən pis vurguladım, 100%, mən yanlış bir şey dedim. Gətirmirəm ağlıma. Mən sadəcə danışıram. Siz də sadəcə danışın. Siz düşünməyin ki, qarşımdakı professordur, alimdir. Siz düşünməyin ki, qarşımdakı Elon Musk'dır. Qarşımdakı, nə bilim, kim var, yəni, sizin dahi kim var? Nəm Einstein'dir, onun ruhudur. Gəlib qarşımda məni müzakirə edib. Düşünməyin, niyə düşünəsən onu? Həyat çox çətinləşdiriləcək bir yer deyil, əzizlər. Həyat o qədər asandır. Düzdür, nitqdən həyata gəldik, fərqindəyim bunu. Sadəcə, yəni, özümüzə bu qəfəsi yaradırıq. Mən də özümü bu qəfəsi yaradırım. Ona görə belə danışıram. Və bayaq təli başlaya bilmirəm, eşitdiniz yoxsa yox. Mən Karvalov eşitməmiş olmasınız, nənə dərmanı deyirlər doğru dildə. Mən onu içməmiş, bu mikrofon qarşısına keçmədim, yəni efirə çıxmırdı. Sonra dedim ki, mən neyinirəm, yəni, mən danışıram da, bu sanki həyatımın da böyük seçimini eləyirdim. Hər gün, təsəvvür edin, hər gün ürək dərmanı. Çox gözəl bir söz eşitmişdim, yazır bəy. Cəsarət qorxmamaq deyil, qorxuya etmək, davam edə bilmək. Bəli, bunu hər xatırladıqca stimul verir mənə, amma auditoriya qarşısına o qədər heyecan olur ki, xatırlaya bilmirəm təəssüf ki. O həyəcandır, qorxudur, içə qapanmaqdır, komfort zonadan çıxmaqdır ona görə. Sizin bədəniniz, ruhunuz bu qədər insan qarşısına danışmaq öyrəşmir. Bilirsiniz necə, həm də özünüzə deyin ki, bugün qorxdum, sabah qorxmayacağım. Çünki elə olur. Getdikcə o həyəcan o qədər azalır ki. Deyirsiniz ki, bu mən deyildim də. Mən məsələn keçən yay, mən həvəskar olaraq musiqi ilə məşğulam. Keçən yay Şamaxıda yay festivaldaydım. Dedilər ki, son festivalın bitməsinə yaxın musiqi yarışması olacaq. Gənclər bəs musiqi bildim kimsə ifa edirəm. Gənclər musiqi ifa eləyəcək filan, bəs yar istəyərsən. Mən, yəni burada sizlə belə danışam mən, əlim ayağım əsdi, rəngim getdi, ağardım. Dedim, bu çətindir. Sonra gördüm ki, yox, mən sevdiyim bir şey görəcəm. Mən sadəcə musiqi ifa eləyəcəm. Özə Sərtab Ərənər olsun musiqisi. Ondan səs biraz qalxır, düşür və öz canlı ifa eləyəcək. Dedim, oxuyum da nə olacaq ki? Mənə sonradan xəbər gəldi ki, Nigar, 300 nəfərin qarşısında mikrofonu əlinə alıb oxuyacaqsa, 300 nəfər canlı ifa. Məsələn, danışmama nə var ki, danışıram sabit səslə. Danışanda belə görürsüz, su içirəm, səsim adı. Bir də siz musiqi ifa eləməyi düşünün. Mənə biraz dərs götürdü, həqiqətən əlim əsir, o sizin yazdığınız həyəcan gəldi. Dedim, nə ola bilər ki, yəni? İnsanların ağlında maksimum 3-5 saniyə qalır qarşılarında insanlar. Bugün səhv elədin, sabah gəlib kiməsə sən Nigar, nə səhv eləmişdin? Necə səhv eləmişdi o?
ağıllarına qalmayacaq. Ona görə də mən çıxdım, info elədim. İnanırsınız 30 nəfərdən birinci yerə çıxdım o festivalda. Bunu mən sizə uğur kimi, özümü təqdim edirəm kimi göstərmək istəmirdim. Sadəcə mən burada sizə mini uğurumu göstərmək istəyirəm ki, mən özümə qarşı gəldim. Komfort zonamdan çıxdım. 300 nəfərin qabağında mahnı oxudum. Bu mən üçün dəlilik idi. Özdə Şamaxıda festivalda biz çadırda qalırdıq. Çadırda da qalmaq xəstəlik biraz boğaz olurdu. Ham orada musiqi deyil var. Ham gənclər. Bir balaca bir şey paylaşsam. Instagram səhifəmdə paylaşmışam o heyecanlı anları. Xatirə olsun deyə. Bu arada Instagram profilimi çox qeyd edib. Moderator qaldı. Səhifələrsə. Mənim paylaşımlarımdan da bəzən nitqlə bağlı, gündəlik efirlə bağlı. Özüm də sevirəm bu tip yönləndirmələri. Sevirəm ki, burada bu bəli, Instagramda da çox gözəl aktivitelər var. Orada da mən bəzən sizə tərcihləri paylaşıram. Yəni, əzizlərim, bugünün yekunu belə qurmaq istəyirəm ki, həyat, danışıq, nitq, işdəki formamız, görüşümüz, tələbələr arasındakı görüşümüz, qrup yoldaşlarımız arasındakı fərqimiz, yaratdığımız o baxış, bizə baxılan baxış, görəsən falan kəsmək hamısı birazı 40-50% bizdən asılıdır. Bizim özgüvənliliyimizdən asılıdır. Mən interior dizayn sahəsində olanda da mənə deyirlər ki, sən yəni işi bacarmasan belə danışırsan belə işə alacaqsan. Çünki danışmağa fokuslanmışdım. İnanın ki, danışıqla, qorxusuz nitqlə siz nə qədər dağları aşa bilərsiniz. Siz haralara gedib çıxa bilərsiniz. Yetər ki, özünüzə inanan nitqiniz olsun. Deyə bilərsiniz ki, özümə necə inanır. Orada bir xanım yazmışdı ki, mən nədir və özümü ifadə edirəm. Onun özünüzə danışmalısınız. Onun özünüzə müraciət etməlisiniz. Baxın, birazdan artıq çoxunuz yatacaqsınız, axşamda gecədir. Yatmadan əvvəl dəftərə yazın. Bu da mənim sizə tapşırığım olsun. Dəftərə yaz ki, mən özümdə nəyi kompleks görürəm, nəyi kompleks edirəm. Yazdınız. Digər vərəqədə yazın ki, mən özümdə nəyi sevirəm. Amma obyektiv olun, xahiş edirəm. Obyektiv olun. Səsim çox xırıltılı gəlir. Görürsən, nədəndir? Mənə də maraqlı. Obyektiv olun. Özünüzə sevdiyinizi, nələri sevdiyinizi özünüzə etiraf edin. İndi çoxunuz sevmədiyiniz şeylər çox bilər. Sevdiyiniz şeylər, mən də deməkdir. Mən bu dəqiqə sizə danışsam özümə nələr sevirəm. Çox açıq ki, bu qədər şey sevməyən insan necə danışır. İnsanım, onlara rəğmən buradayam, varam. Yaradan mənə bu dünyaya gəlməyimə vəsilə olub. Bundan o tərəfə nə olsun? Yəni, sevgi dolu olun, pozitiv olun, inanlı olun, gələcək inanın. Bu həyat o qədər gözəldir, o qədər azadlığın tadını çıxardır. Çünki dəyərli yaşlı kateqoriyasında qalsın. Gedib, məsələn, qocalar evinə bir neçə yaşlıyla danışsa, onlar əvvələ qayıtsa, nələr eləmək istəyərdilər, onları bilirsəz, həyatınızın fərqində olarsınız ki, oynan, mən ilmələri satdım. Cəmaat neçə il əvvələ qayıtıb, onları eləmək istəyir. Ona görə kiçik şeylərlə özünüzü yorulur. Ay, mən özümü ifadə bilmədim, qrup yoldaşım belə baxdı, müəllimə belə dedi, deyəcəklər, hamımız haqda deyirlər, mən haqda da deyirlər. Televizorda izlədiyiniz ən tanınmış aparıcılar haqqında da, hətta ən çox olaraq da deyirlər. O qədər, yəni, o rəsmilər haqqında da deyirlər, dövlət rəsmiləri. Hamı danışır, belə bir söz var, ağzı olan danışır. Yəni, o insanların sizin səsinizi batırmasına imkan verir. Yetər ki, özünə inan, öz işığına inan, gələcəyinə inan. Çünki özünün xilaskarı özünsən. Aha. Mən asosial deyiləm, əksinə çox sosialam. 70 yaşındakı insanla ünsiyyətli ola bilirəm, 7 yaşındakı insanla. Amma hər hansısa bir kamera açılsın. Çünki o kamera sizdə belə bir şey yaradır ki, o kameraya mənim elədiyim səhvlər yaddaşına yazılır. O məndə də var idi. Səsim indi gəlir sizə belə. Bəli, yaxşıdır. Çünki sizdə belə bir kompleks var ki, mən nəsə səhv eləsəm, mənim artıq orada dəlil olacaq kimsə əlində. Bəlkə də elə düşünmürsünüz, şuuraltımız elə dərk edir. Mən televiziyada çalışanda elə idim.
Deyirdim, ayda kamera qıraqda məndən çox danışan yox. Kamera açıldı, qızı balası. Belə bir söz var. Elə olurdu. Tapşırığı birazdan bir daha xatırladacağım sizə. Bəli, tapşırıq vacibdir. Həqiqətən də mən də tədbirlərdə danışıram, amma ki, kamera yaxınlaşanda, bəli, hamımızın tək problemi var ki, mən səhv edəcəm, o səhv ora həkk olacaq. Yəni, niyə səhvə fokuslanırsınız? Niyə heyecan fokuslanırsınız? Bir də çox su için. Gülməli çıxacaq sözüm, amma çox su için. Su içməyi əsirgəməyin. Su bədəndə ümumiyyətlə az olanda bizim mədə bağırsaq sistemimizdə. İnanın ki, nitq əslində bizim qarın boşluğumuzdan da vaxtımız azdır. O məsələlərə artıq girmək istəmirəm. Araşdırıb baxa bilərsiniz. Amma nitqimiz hətta qidalanmamızla da bağlıdır ki, biz bəzəyli qida ilə qidalanıb yata bilərik ki, səhər durub danışa bilmərik. Mənim özümdə olub. Məsələn, xüsusən mərci şorbası bizdə biraz şişkinlik yaradır, səsimizi batırır, yaxşı, rahat, kompleksiz danışa bilmirik və s. Bu uzun bir məsələdir. Bayaq bir xanım gözəl şey yazmışdı. Ona görə podkast aparanlar həmişə bir stəkanda nəsə içirlər də. Həm elə, həm qorxudan su içəndə tanıyıram. Qorxu dediyim, yəni o sıxılan. Bir də var mənim kimi, bayaqdan səsim biraz şey olub. Səsə görə də olur. Həyəcanı bastırır. Ola bilər, hər həyəcanı bir cürə bir şeylə bastırır. Kimsə elində bir qələmlə, düz qələmlə, kimsə mənim kimi powerbank tutaraq, bilirsiniz necə, insan beyni çox mürəkkəbdir. Bizim beynimiz bir şey görəndə, başqa bir iş görərək onu keçişdirməyə fokuslanan bir orqandır. Sizə tövsiyə edirəm ki, beyindəki həyəcan niyə yaranır? Ümumiyyətlə, o məsələləri çox araşdırın. Araşdırdıqca özgüvəniniz də gələcək. Siz bu kəllənin içindəki baş verən hadisələri daha yaxşı dərk edəcək. Deyəcəksiniz, ayda mənə filan şey. Məsələn, mən son zamanlar hormonları araşdırıram. Xoşbəxtlik hormonu. Hansı vitamin çatmayanda insan necə hiss edir? Mən depressiyada deyilmişəm. Mənim B12 vitaminim çatmırmış, məsələn. Əslində, özgüvən durduğu yerə formalaşan bir şey deyil, dama göl olar. Durduğu yerə yox, dama gölünə də əslində razı deyiləm. Özgüvən özünü tanımaqla, nə istədiyini bilməklə, yolunu təyin eləmək. Baxın, mən memar dizayner olanda özgüvənli deyildim. Özümlə deyildim. Yad insan idim, yad bədəndəydim sanki. Sanki mənə başqa bir planetə atmışdılar. Amma öz yolumu çizdim də. Bəlkə də mən gələcəkdə radiodakı yolumu da bəyənməyəcəm. Heç birini seçən sport almamışam. Hazırda amma bəyənirəm. Yəni, nə istədiyini bilməklə bağlıdır. Baxın, münasibətlərdə də əksər insanlar bilmir nə istəyir. Deyir, məsəl üçün də indi bunu deyirəm. Mövzudan kənar çıxmaq istəmirəm. Deyir, mən filan kəsi sevirəm. Amma əslində sevgi deyil, sadəcə bağlılıqdır. Siz də araşdırın ki, siz nəyi sevirsiniz, siz nəyi istəyirsiniz, sizi həyata bağlayan nədir? Buyurun, ki, sonra ən qalın. Mən bir sual vermək istədim. Buyurun. İndi səhnə deyirsiniz, mən də əslində müəyyən qədər aktyorluqla məşğul olmaq istəyirəm. Amma aktyorluq kursuna da getmişəm bir ara. Zaur Taysoy eşitmisiniz? Azərbaycan Film Akademiyası. Bəli, eşitmişəm. Elə ora getmişim, çox qəşəng idi. Amma məsələ burasında nə valideyn o kursun tələbini ödəyirdi. Çünki inanmır Azərbaycanda kino olacağına. Çünki bu dəqiqə kinoda bədbəxtlər çıxış edir. Qurd dişi kimi, Müşfiq Şahverdiyev, Fərdanın kimi özünü alçaldan adamlar çıxır və əsl kino işçilərinə şərait verilmir. Və Zaur müəllim demişdi ki, ildə 2 dənə kino çəkir dövlət. 20.000 aktyor yer gözləyir və çox bərbad bir vəziyyət alır. Ona görə aktyorlar əlavə işlərlə məşğuldur. Vaxtımız azdır. Çox gözəl sual verdiniz. Halı başa düşən kimi tez dərk eləyən kimi cavab verim. Siz bayaq bir neçə aktorun adını çəkdiniz. Zövqlər müxtəlifdir. Əmin olun ki, sizi də bəyənməyən var, məni də bəyənməyən var, başqasını da bəyənməyən var. Ürəyi dolu, Səminə xanım düz qeyd elədi. Hamımızı bəyənməyən var. Biz kimisə Aynan onu bəyəndim, Aynan onu bəyənmədim. O sevilmir deyə mən bu işdə uğurlu olmayacağam deyə bir fikriniz də olmalıdır. Onsuz da istedadlı olan, canında o fərasət olan heç vaxt
qalmır yerdə. İnanın ki, qalmır. Məsələn, mən radioda interior dizayn bitirib məzun olub gəlmişəm radioya. Bunu niyə deyirəm sizə? Çünki mən bunu istədim və burdayam. Bəlkə də gələcəkdə burada olacam, olmayacaq, bəlli deyil. Mən faktiki bugündən danışıram. Mənim bugün efirimi bəyənməyən insanlar, həmkarlar, dinləyicilər var, normaldır, qəbul edirəm və hətta səhv tutanda da onu hörmətlə, sevgi ilə qəbul edirəm. Amma heç vaxt kiminsə əməyini, kiminsə gördüyü işə hörmətsiz yanaşmayın. Çünki karma var. Sizin də bir gün əmək verdiyiniz məsələləri sizin gözünüzün qarşısında və ya hər hansı başqa bir təlimdə pisləyə bilərlər. Ən azından bunun xətrinə o işi görür. Ola bilər ki, səviyyəniz kəsişmir. Ola bilər ki, zövqünüzə xitab eləmir. Bu demək deyil ki, ayda o orada filan işi görür. Onun bəlkə işi odur, onun dünyanı dərk eləmək forması odur. Bir nəfər yazıb ki, düz deyir, amma kütlə qarşısına savadsız birini çıxarmaq düzgün deyil axı. Bunu nəzərdə tuturam. Efirlərimiz də çox bədbəxt adamlar tərəfindən kinematografiya sədrimiz Rasim Balayev deyir ki, örnək insanlar çıxmalıdır. Mən ayrıca bu dəqiqə orta məktəb abituriyentiyəm, 10-cu sinif üzrə. Sinif yoldaşlarım çox səviyyəsiz adamları örnək götürürlər. Eynən efirlərə çıxış edənləri. Onlar onları örnək götürürsə, gəlib sədəməliyəm. Onları örnək götürürsə, siz də fərqinizi bildirin, siz onları örnək götürün. Siz gedin DiCaprio'ya baxın, siz gedin ən belə qızıllara baxın və o insana baxan insan, niyə onu deyirəm, siz dünya şöhrətlidir. Ona baxan insan gedəcək o şöhrətə çatacaq. Mən buna inanıram. Mənim fikirlərim bəlkə absurd gəlir burada bir çox insan. Mən bir şey deyirəm ki, insan qarşısına məqsəd qoysa, Elon Musk'ın şirkətində belə işləyər. Və mən inanıram, siz də inanın. Enerjinizi tükətməyin ki, iPhone səviyyəsində, iPhone Yox, eləyəcəm, mərhələ. Və məsələ burasındadır ki, maddi cəhətdən axı tələbi ödəmir. Mən ona görə məcbur hüquq oxuyuram. Hüquqla paralel davam elətdirəcəm. Yəni yazıb ki, üzrü sayın, mən bu olan hesabı şeydir. Nitqin necə yaxşılaşdırılması haqqında danışmalısınız. Mövzu adı ilə uyğun gəlmədi, danışdığınız sadəcə özgüvəni idi. Və o da tam əhatəli olmadı. Sözünüzdə haqq ola bilər. Çünki mən nitq deyib sizə nəfəs almaq, bədən dili, səsimizi idarə eləməkdən danışmaq istəmirəm. Çünki mənim öz təcrübəmdən, təlimin əvvəlində deyim ki, öz təcrübəmdən yola çıxıram və mən əgər bugün buradayamsa, mən özgüvənim sayəsində. Özgüvəni olmayan insanın səsi vokal səsinə çalsa belə, vokalist olsa belə onun özgüvəni yoxdursa, o heç vaxt danışmayacaq. O mükəmmələ olmayacaq. O yaxşıya çatmayacaq. İddia eləmirəm mən yaxşıyam, amma ən azından özgüvənim var deyə bir hədəfimə çatmışam. Ona görə əzizlərim, əziz gənclər, birinci özgüvən üzərində düşünməlisiniz. Baxın, bayaq bir xanım da qeyd eləmişdi ki, özümə qapanıram, qrup yoldaşlarım danışır, müəllimələr danışır, mən də danışmaq istəyirəm, danışa. Əgər sən danışa bilmirsənsə, sənin səsin yaxşı olsa da, sənin bədən dilin yaxşı olsa da, o uğurlu olmayacaq. Mən biraz çox dərinə getdim, haqqlısınız. Çünki sizə nəsə qatmaq istəyirəm. Mən gəlib burada internetdən öyrənib sizə nəfəs almaq formasını göstərmək istəmirəm. Çünki mənbədən siz əvvələ getməlisiniz ki, mən özümə inandım, mən danışdım və s. Motivasiya edici danışıq oldu ən azından nitq eksperti olmadığını qeyd eləmişdik yaxın. Belə, estağfurullah, mən ekspert olmaq üçün çox gəncəm, mən burada ekspertəm desəm, bu bina dağıla bilər, bu studiya belə üstümə aşa bilər. Ona görə də mən ekspert olmaq niyyətim yoxdur. Mən sadəcə insanlarla öz təcrübəmi paylaşmaq istəyirəm, deyib gülmək istəyirəm, pasiv olmaq istəyirəm və həmişə zarafat edirəm ki, part-time influencerəm. Çünki məqsədim insanlarla həmişə nəsə paylaşmaqdır. Bu gündə məqsədim o idi. Artıq saat 21:58-i göstərir. Düşünürəm ki, 1 saatı başa vururuq yavaş-yavaş. Sualınız varsa buyurun verin, suallarınızı açmam. Amma sizə son tövsiyəm odur ki, heç kimə, heç vaxt, heç kimin əməyinə baxmayın ki, kəs pozulur bizim cəmiyyət. Cəmiyyətdə elə insanlar var ki, nəyə meyillidirsə ona baxacaq. Məsələn, mən əgər aşağı səviyyəm kontentlərə ehtiyacım varsa, açacağım onlara baxacağım. Çünki ehtiyacım olur. Kimin nəyə ehtiyacı varsa baxın. Sizin ehtiyacınız yüksəklər olsun, açın yüksəklərə baxın. Açın Oscar mükafatını. Çünki ehtiyacınız var. Mən sonuncu sualımı vermək istəyirəm. O, ümumiyyətcə deyirlər, hər zaman gənclərə dəstək var. Mən gənc tamaşaçılar teatrına getmişdim, birbaşa kassasına. Yaxınlaşdım ki, bizim məktəbimiz Polyanna obrazında bir obraz, bir uşaq yetişdirmişdi sizə.
Mən də 28 maya Cümhuriyyətimizə bir tamaşa həsr eləmək istəyirəm. Məhəmməd Əminbər obrazında. Məni yönləndirdilər. Çox köhnə bir telefon idi də. O telefon bəlkə məndən yaşca böyük olar. Ona uzatdılar, başqa bir qadın mənlə danışdı. 2 dəqiqəyə yaxın uzun-uzadı qatma-qarışıq bir qəribə dildə danışdı. Heç nə başa düşmədim. Və ardınca dedi ki, alınmır sizin. Bizim öz proqramımız var və siz buna uyğun deyilsiniz. Yəni dedim heç alınmır. Dedi bayaqdan sizə izah edirəm də. O uzun-uzadı danışdığı yerdə bunları deyirdi. Yəni bizlərə şərait verilmir. Sonra da deyirlər ki, gənclər heç nəyə bacarmır. Bəs şərait vermirlər axı. İstəyirəm sözünüzü kəsirəm Səcad bəy. 10-cu sinifdə Yox, qurtardı onsuz sual. 10-cu sinifdə oxuyursunuz. Məndən də yaşca balacasınız. Yaş söhbətini qatmaq istəmirəm. Sizə belə bir həm pis, həm yaxşı xəbərim var ki, 25-26, ümumiyyətlə 30 yaşa qədər sizə fərqli insanlar tərəfindən yox cavabları gələcək. Çox qapılar üzünüzə bağlanacaq. Çünki ən yaxşı qapını çıxmasıdır. Yəni bu həyat o deyil də mən dünyaya gəldim, həddi buluğa çatdım, mənə qapı açıq deyəcəkdir. Amma bura sən krallığın, keç otur, nə istəyirsən elə. O yoxlar gəlməlidir ki, ən yaxşı həlini alırsın. Bax, bunu istəyəcək, bunu heç vaxt unutma. Tam belə səmiyyətli, ona görə səmiyyətli tabii. Deyirəm ki, ətraflı cavablar. Çünki mənə də çox yox deyilir. İş məsələsində də, hər məsələdə çox yox almışam, yaxşı kitab almışam. Həyatına minnətdar ol, özünə inan, özünə güvən, sevgilə ol. Bəli. Sadəcə ikiyüzlülük var da. Yolumuzu bağlayan adamlar deyir, yol açmışıq, heç kəs bu yoldan getmir. Yəni yolu getməyə də qoymurlar. Yəni çox ikiyüzlü adamlar var da. Durub deyir ki, illərin əməkdarıyam, gənclərə şərait verirəm, gənclər heç nə eləmir. Mən tamaşa Biz dünyaya gəlinə bizə demirlər, ədalətli dünyaya gəlirsən. Bu artıq mövzudan kənara çıxırıq və dediyim kimi vaxtımız da bitir. Mən çox istərdim bura tapmaq. Amma əmin ol ki, bu ədalətsiz dünyada sən öz yerini tapacaqsan. Sən özünə güvən. Yolun addımla əlbəttə ki, sənə ən yaxşı hər cavabı veriləcək. Sizlə olmaq çox gözəl idi, əziz gənclər. Sayımız azaldı, çoxaldı, çox şeydən danışdıq, duyğudan duyğuya getdim, səsi tutuldu. Hamısı da bir səbəbdən oldu ki, sevə-sevə sizlə danışdım. Bütün belə cismimlə sizlə danışdım. Ümid edirəm ki, nə sizə qatdım. Bəyənən oldu, bəyənməyən oldu. Canınız sağ olsun. Bəyənməyən daha yaxşısını tapar deyər. Bəyənən də daha gözəllərini deyər inşallah. Sizləri sevirəm. Çünki bugün buradasınızsa özünüz üçün bir addım atdınız. Özünüz üçün bir yatırım eləməyiniz var. Gözəl nitkiniz olsun istəyirsiniz. Ümid edirəm ki, çatacaqsınız. Yetər ki, özünüzə inanın. Gecəniz xeyrə. Verdiyim tapşırığı bir daha sizə xatırlatmaq istəyirəm ki, yatmadan əvvəl ən yaxşı yönlərinizi, ən pis yönlərinizi kağıza yazın. Hər gün yazın. Hər gün. Görəcəksiniz ki, pislər azalıb, yaxşılar çoxalır. Görəcəksiniz ki, siz necə möhtəşəm insansınız. Bunu tez-tez desəz, özünüz də buna inansınız, yaxşılar çoxalacaq. Bu qədər. Sevgilər, mən yavaş-yavaş gedim. Birazdan məni radiodan qovacaqlar. Çox sağ olun, gözəl. Tanıdım burada. Hələlik. Sağ olun.